Hə, köhnələr və təzələr. Biz indi elə bir zamanda yaşayırıq ki, harda ki, hər kəsən demək olar ki, öz yerində oturmayıb. Bax, mən məsələn, Dövlət Neft Akademiyasını bitirmişəm, əlimdə mühəndis diplomu, amma işləyirəm tam başqa bir sahədə. Və açığı da heyfsilənirəm ki, vaxtı ikən heç bir sənətin sahibi olmadım. Yəni indi elə bir zamanədir ki, sənət çox böyük bir əhəmiyyət daşıyır. Bax, hal-hazırda mən sizinlə bölüşürəm, bax bu gördüklərimlə. Bu gördüklərim hansını ki mən istəyirəm ki, siz də görəsiniz. Baxın, bax mən bunu tam şəkildə bax belə görürsüz də çox yavaş-yavaş fırladıram ki, siz görəsiniz ki, bax burada nələr var. Mən bu dəqiqə Türkiyə, Azərbaycan, yəni birgə olan, yəni rus dilində ona savmesni deyirlər də, şərikli bir şirkətin Kulinariya Akademiyasındayım. Həmən bu Kulinariya Akademiyası Maya adlanır. Maya, yəni maya bildiniz də, xəmirin mayası sözündən. Bu dəqiqə bax burada bax gördüyünüz kimi hər cür avadanlıq var. Yəni bura konkret olaraq bir tədris mərkəzidir. Yəni burada bax bu bütün ki burada gördüyümüz avadanlıqlar var. Bu avadanlıqlarda yemək bişirilir ancaq bir məqsədlə ki, şagirdlər öyrənsin o yemək bişirməyi və aşpaz peşəsinin sahibi olsunlar. Burada iki cür, yəni bu dəqiqə kurslar var. Bir var bir aylıq kurslar, hansı ki adidir bilirsiniz kimə, aidiyyəti var müəyyən yəni dərəcədə özlərini aşpaz hesab edənlərə. Onlar sadəcə olaraq öz kvalifikasiyasını artırmaq üçün gəlib bu kurslarda iştirak edə bilərlər. Onu da mən sizə deyim ki, kursun qiyməti hələ belədə 650 manatdır. Yəni, bax, mənim adımdan şəxsən gəlsəz bura, sizin üçün endirim olacaq 500 manat. Bu nəzərdə tutulur ki, bir ay ərzində həmən o kurs iştirakçısı, tələbə, şagird hər gün bura gəlir, həftənin 5 günü və gündə 3-4 saat, yəni dərs qəbul etmək şərti ilə bir aydan sonra da ona sertifikat verilir. Bir də var ikinci kurs. İkinci kurs isə 300 manatdır. Yəni aylığı o uzun müddətlikdir. İndi mən baş istəyərdim ki, yəni ki, bax bu ikinci kurs barəsində elə Hüseyn Mərdanov mənim dostum, yəni dostluqdan da başqa, yəni Hüseyn yüksək səviyyəli, peşəkar bir aşpazdır. Yəni qrupumuzda bunu Dadlı Dünya Facebook qrupunda çox adam tanıyır. Hüseyn, ikinci kurslar 300 manatlıqlar zəhmət olmasa, bir də məlumat ver, qısa ama. Hə, qısa məlumat verir. İkinci kursumuz 7 aylıq kursdur. 5 ayını burada uşaqlar təlim nəzəriyyə keçirlər və 2 ayında öz restoranlarımıza stajrovkaya göndəririk. Onun qiyməti normalda 300 manatdır. Amma sənin adından gəlsələr uşaqlar, ona da endirim eləyirik. 300 manatdan 200 manata endirim eləyirik. Yəni bu dəqiqə bu qiymətlər çox münasib qiymətdir, çox əl çatan qiymətdir. Və gəlib hər kəs yararlana bilər. Onu da qeyd edeyim ki, burada bütün iştirak edən tələbələr çox peşəkar avadanlıqlar və peşəkar müəllimlər tərəfindən tədris alacaqlar. Kimlərdir o peşəkar müəllimlər? Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sayılıb seçilən aşpazlardır, hansı ki onlar müəllimlik edə bilərlər və onlar da burada uşaqlarımıza, tələbələrimizə dərs deyəcəklər. Məqsədimiz ondan ibarətdir ki, peşəkar səviyyədə aşpazlıq sənətini bizim Azərbaycanlı uşaqlarımıza öyrədək və onlar da inşallah ki, yavaş-yavaş praktikalarını artırıb mükəmməl bir şeflərdən olsunlar. Vallahi mən də mən hələ danışanda ki, əvvəldə dedim sizə ya, yəni ki, indi elə bir zamanıdır ki, çalışın öz uşaqlarınızı belə bir yerlərə alışdırın ki, əybi yox, qoy gəlib sonra instituta da daxil olsunlar. Amma birdən də həyatdır. Həyatda nəsə bir dar gün olanda hansısa bir peşənin sahibi olsunlar. Bir dənə də yəni konkret, yəni son formada mən istəyirəm itoqlaşdırım da buranı. Yəni burada gördüyünüz kimi hər bir şey var ha. Yəni burada gəlib öyrənən
həm o xəmir xörəklərlə işləyə biləcək. Dönər, laxmacun, nə, yəni bunlar hamısı heç nədir. Pizza, mizza, həmçində. Yəni kabab, yəni bax görürsüz gül kimi orada manqal. Həmçin qazan yeməkləri, həmçin soyuq qəlyanaltılar, isti qəlyanaltılar. Yəni hər bir sahədə nə qədər var fürsət, mənim adımdan istifadə eləyin. Gəlin endirimlərinizi alın, qazanın, uşaqlarınızı öyrədin ki, gələcəkdə nə edeyim, necə eləyim deməsinlər. Bu qədər qəlbdən qəlbə Kulinariya Akademiyasından, Mayə Kulinariya Akademiyasından.